Ata və ananın uşağa dair mövqeləri onun tələbatlarına cavab verir. Körpəyə fizioloji olduğu kimi psixi cəhətdən də qeyd-şərtsiz ana məhəbbəti gərəkdir. 6 yaşdan sonra isə uşaq ata məhəbbətinə, onun nüfuzuna və idarəçiliyinə ehtiyac duymağa başlayır. Ananın vəzifəsi uşağın həyat təhlükəsizliyini təmin etmək, atanın vəzifəsi isə onu öyrətmək, doğulduğu cəmiyyətin, uşağın qarşısına qoyduğu müxtəlif məsələlərin həllində yardım edərək onu istiqamətləndirmək və s.dir. İdeal halda ana məhəbbəti uşağın böyüməsinə əngəl olmağa cəhd etmir. Onun asanlığının davam etməsinə qarşı olur. Möhkəm olmalı və öz əksiz narahatlığının uşağı da istirahət etməsinə yol verməməlidir. Uşağın müstəqil olub tədricən ondan ayrılmaq istəyi ananın həyatının bir hissəsinə çevrilməlidir. Ata məhəbbəti prinsip və ümidlərlə idarə olunur. O amiranə və vahiməli yox, daha çox aram və təmkinli olmalıdır. Bu məhəbbət böyüməkdə olan uşağa özünə əminlik və güvən hisslərini artırmalı və zamanla atanın yardımı olmadan şəxsi qərarlar verməyi təmin etməlidir.